Bu dediyiniz boşluq var, hansı ki bu, yəni. Mən bu boşluqda deyiləm. Niyə? Mən bu yəni boşluğu siz ayrı boşluqdasınız. Keçmişəm. Siz ayrı. Amma siz gərək başa düşəsiniz. Sizin köməyinizdən, bura gələn qonaqların köməyi ilə biz çıxmışıq o boşluqdan. Siz gərək başa düşəsiniz ki, var insanın həyatı. Bu həyat nədən ibarətdir? Pləkanlardan. Aha, bəli. Başa düşdünüz? Bu pləkandır. Siz hansısa pləkana çatmısınız, buna qalxanmırsınız. Bəli. Bu dəqiqə ona görə bu boşluq yaranıb. Burada bu pləkana qalxmaq üçün sizə birinci nə lazımdır? Tənha qalmaq. Siz mütləq bu zaman, ümumiyyətlə deyilik, harasa gedəsiniz. Adicə gedib kətdə bir otaqda bir həftə qalsınız, siz başa düşəcəksiniz, bu pləkana necə qalxmalıyam. İnsan ona deyirlər meditasiya, ona deyirlər ki, ona görə də o vaxtı müdrik insanlar qapalanardı, qapalanıb oturardı, hansısa praktikalar eləyib, duaları oxuyardı. Bu niyə tez tutub siz bu pləkana qalsınız, siz yenə də sevinsiniz, siz yenə də energetik olaraq başlayırsınız dolma. Evrika. Buymuş. Amma bu niyə? Bunu siz başa düşməlisiniz və bunun öz praktikası var. Sizin kafanız fikirləşir niyə? Amma ruhunuz çöküb. Bu dəqiqə sizin ruhunuz çöküb. Və burada bu təklikdə qalan məqam siz gərək belə vurasınız. Təklikdə olduğun zaman insan dua oxuya, siz sadəcə fərqinə qoyun, bu dəqiqə vurun sinəvizə, gözlərinizi bağlayın, başlayın vurmağa. Baxın necə ürəyiniz, içiniz başlayır, bədən əsir. Hiss eləyirsiniz, yoxsa tək mən hiss eləyirəm? Yox, qeyri-adi təsir. Qeyri-adi siz... Yoxlamamışdım bunu. Bu qeyri-adi şeydir, siz başlayırsınız, niyə? Niyə mən bu vəziyyətdəyim? Siz sadəcə dua oxuyan insanlar Ayətül Kürsü oxuya bilər, əstağfurullah deyən, əstağfurullah deyə bilər. Burada müxtəlifdir. Təəssüf edirəm, bağışla məni, təşəkkür edirəm, sevirəm sən. Sən niyə məni bu boşluğa salmısan? Siz bunu deyə burada 40 min hüceyrə əsas insanın beyni ruhdur. Qəlbi oradadır. O sonra sizə siqnal verib niyəni başa salacaq və siz bu pilləni qalxacaqsınız. Burada mütləq ona görə də ömür boyu mənim bir arzum var idi. Qismət olsa o arzu həyata keçər, qismət olmasa keçməyəcək. Yəni detoks mərkəzlər yaratmaq və hər bir insanın energetik olaraq ruh nə isə istəyir. Mən indi sizə deyim. Hansısa insan dağa baxanda sakitləşir, dağ üstündə detoks, orada müxtəlif məqamda olan insanlar gedə bilər. Ona görə ki, onlar orada energetik olaraq dolurlar. Niyələri tez tuturlar və o depressiyadan tez çıxırlar. Var insanlar detoks mərkəz suyun qırağında, onlar o suyun şırıltısını eşidə, suya baxa, görürsünüz, çox vaxtı insanlar evlərini alırlar ki, pəncərəm baxsın dənizə. Yatıb durur, dənizə baxır, sakitləşdim. Bu alov bürcləri olan insanlar, içindəki o alov var, onlara dəniz səsi, dəniz baxımı onları sakit edir. Var insan meşəni xoşlayır. Meşəyə gedib, şəlalənin səsini eşitməyə, meşənin içinə girməyə, onun ruhunu qidalandırır. Və burada sən oradan qayıdandan sonra sən vecinə də olmur, qohum səndən nə dedi, yaxud sən hansısa məqamı keçmişsən. O qədər insan dolmuş gəlir və başlayır çözməyə. Burada, baxın, bir söz var da, səbr elə. Səbr o deyil ki, döz. Səbr o deməkdir ki, zamanı var, zamanında çöz. Döz yox, çöz, səbr elə,
vaxtı var. Və siz o məqamda hansısa, bax sizdə də bu dəqiqə siz səbr eləməlisiniz, siz çökməməlisiniz. Səbr o deməkdir ki, həll eləməlisiniz. Sizin bu dəqiqə bu vəziyyətdə olan məqamda siz ruhən sevdiyiniz mahnılara oturub bir məqam olan bir yerə getməlisiniz. Sizə nə zövq verir? Meşədimi, ağaclardımı, nə bilim, dağlardımı? Var adam deyir, dağa baxdım, sevindim, sakitləşdim. O qaq zonasında olan qəşəng sanatoriyalarımız, qəşəng otellərimiz. Yəni ki, vallahi indi müxtəlif ölkələrə gedirəm. Var olsun bizim ölkə, yəni burada elə gözəl hər şeyimiz var, maşallah olsun. Qəbələdədirmi? Yəni ruhunuz haranı istəyirsiniz? Gözünüz cəmaət Şağdağa gedir. Niyə? Ona görə ki, o qarı, o məqamı sevir. Ona görə də Şağdağa bir xanım bir dəfə deyib ki, yoldaşım bir şey olan kimi gedir ora, deyirəm ki, sən sevin. O gedir orada sakitləşir və güclü formada evə qayıdır və sakit formada evinizi idarə edə bilir. Hayır, amma o heç fikirləşməmişdim.